Verəcəyim sualları cavablandırın. İsmail, müsəlmanlar Əbu Talib dərəsində neçə il blokadada qalmışdır? 3 il. Düzdür. Həsən, müsəlmanların ilk qibləsi hara olmuşdur? Qüds şəhərinin Məscid-ül Əqsa. Əhsən. Atasız dünyaya gələn peyğəmbərlər kimdir? Atası olmadan dünyaya gələn. Həzrət İsa aleyhissalam. Bir də Və Adəm aleyhissalam. Adəm əleyhissalam. Düzdür. Məhəmməd peyğəmbərin babasının adı nə olmuşdur? Abdülmüttəlib. Əhsən. Kənan. Bəli. Məkkəyə fillərlə hücum edən ordunun başçısının adı nə idi? Bas. Sizi cavablandırmaq istəyirsən yoxsa dəyişim? Pas. Qəbul. Əbrəhə. Amma arxadan kömək edirdin. Əbabillər də oradan kömək elədi. Action. Peyğəmbərin süd anasının adı nə idi? Həlimə. Həzrət Əhsən. Həlimə. Xalid. Xristianlarla mübahilədə peyğəmbər özü ilə yanaşı kimləri gətirdi? Həzrət Əmir əl-Müminin, Həzrət Xanım Zəhra, İmam Həsən və İmam Hüseyn. Əhsən. Kənan. Bəli. Bədir döyüşü neçə nəfərlə aparılmışdır? Müsəlmanlar. 3 son 3. Əhsən. İsmail. İslamda ilk məscid hansıdır? Quba məscidi. Əhsən. Bəli. Həsən. Bildiyin yerdən gəlir sual. Quranın ən uzun ayəsi hansı ayədir? Ali İmran surəsində olmalıdır. Ya Bəqərə surəsindədir. Bəqərə surəsi. Bəqərə surəsinin Neçənci 200 neçə ayədir? olmalıdır? 200. 282. Əhsən. Təşəkkür edirəm. Sən mənə Biz düşməyəcək təşəkkür belə edirik. suallar. Action. Peyğəmbərin hicrət edərkən sığındığı mağaranın adı hicrət edərkən. Hicrət edərkən. Hira yox. Hira yox. Hira deyil. Pas. Xalid. Hicrət edərkən. Pas. Sığındığı mağara. Kənan bilər. Pas. Qəm yemə, Allah bizimlə böyür. Pas. Qurum vurduq ya. Pasdır da qaqa. Pasdır da. Yaxşı, sualı dəyişirəm. Sual dəyişək. İslamda ilk şəhid kim olmuşdur? Həzrət Həmzədir. Xeyr. İlk şəhid. Bəli. Pas. Zübey. Pas. Qadın dedi. Kim? Kimə Pas. İzləyiciləri desin 3-4 dəqiqə qalacaq. Nəysə, dəyişirəm. Dəş. Kənan, sənə bir də rahat sual verirəm. Ver. Xəndək döyüşündə Peyğəmbər Həzrət Əlinin vurduğu zərbə haqqında nə demişdir? O da bilməyəcək. Pas. Pas. Sual təkrar edeyim. Elə. Xəndək döyüşündə Peyğəmbər Həzrət Əlinin vurduğu zərbə haqqında nə demişdir? Peyğəmbər Əkrəm buyurmuşdu ki, İmam Əlinin vurduğu bir zərbə bütün inni və cinnin ibadətinə üstündür. Əhsən. Sonda 2 sualımız qaldı. Biri Peyğəmbərin hicrət edərkən sığındığı mağaranın adı, digəri isə İslamda ilk şəhid kim olmuşdur?